Hello everyone. Salam herkese. Bugünkü dersimiz 7. sınıf dersliyindendir. Unit 5, Lesson Story Time. Bölmə 5, ders hekayə zamanı. Bizim uşaqla burada hekayemiz var, ama ilk önce biz hekayəni dinləyib, daha sonra tərcümə edəcəyik. Və beləliklə 27. dinləməni dinləyək. Track 26. Each Kindness by Jacqueline Woodson, Part 1. That winter snow fell on everything and turned the world a brilliant white. One morning, the classroom door opened and the principal came in. She came with a girl and said to us, "This is Maya." Maya looked down at the floor. I think I heard her whisper, "Hello." We all stared at her. Her coat was open and her clothes looked old. Her shoes were spring shoes. Our teacher, Mr. Albert, said, "Say good morning to our new student." But most of us were silent. The only empty seat was next to me. Our teacher asked Maya to sit there. And on that first day, Maya turned to me and smiled. But I didn't smile back. I moved my chair, myself, and my books a little farther away from her. When she looked at me, I turned to the window and looked at the snow. And every day after that, when Maya came into the school, I looked away and didn't smile back. My best friends that year were Kendra and Sophie. At lunchtime, we walked around the schoolyard. We enjoyed whispering secrets into each other's ears. One day, while we were walking in the schoolyard, Maya came over to us. She held open her hand to show us a small red ball. It was her birthday present. Maya played a game against herself because we didn't want to play with her. That afternoon, when we got back into the classroom, Maya whispered to me, "Guess who the new Jacks champion of the world is?" Behind me, Andrew whispered, "Chloe has got a new friend. Chloe has got a new friend." "She's not my friend," I whispered back. The weeks passed. Every day we whispered about Maya, laughed at her clothes, shoes, and the strange food she brought for lunch. We said no when she wanted to play with us. İndi isə gəlin tərcümə edək. Tərcümədən öncə müəlliflə tanış olaq. Meet the author Jacqueline Woodson. Müəlliflə tanış olun, Jacqueline Woodson. Jacqueline Woodson is a popular author of children's books. Jacqueline Woodson məşhur uşaq kitablarının müəllifidir. When she was a child, she used to say she wanted to become a teacher, a lawyer or hairdresser. O uşaq olarkən müəllim, vəkil və ya bərbər olmaq istəyirdi. When she grew up, she understood that writing made her life happiness. O böyüdüyü zaman anladı ki, yazmaq onu ən xoşbəxt edən nüansdır. She wanted to write about friendship and all of kind things she couldn't find in the most books that she read as a child. O dostluq və uşaq olarkən əksər kitablarda tapa bilmədiyi bütün şeylər haqqında yazmaq istəyirdi. Her favorite subject at school was English because she loved writing lessons. Onun məktəbdə ən sevdiyi fən ingilis dili idi, çünki o yazmağı sevirdi. She always reads the same books again and again because she enjoys them. O eyni kitabları dəfələrlə oxuyurdu, çünki onları oxumaqdan zövq alırdı. İndi isə gəlin hekayəmizi oxuyaq. Each Kindness by Jacqueline Woodson. Hər mehribanlıq, yəni mehriban davranış Jackson tərəfindən yazılmış. That winter snow fell on everything and turned the world a brilliant white. Həmin qış qar hər tərəfi örtmüşdü və bütün dünya parlaq ağa boyanmışdı.
One morning the classroom door opened and the principal came in. Bir gün səhər sinif qapısı açıldı və məktəb rəhbəri içəri daxil oldu. She came with a girl and said to us, "This is Maya." O içəri bir qızla daxil oldu və dedi, "Bu Maya'dır." Maya looked down at the floor. Maya döşəməyə baxırdı. I think I heard her whisper hello. Mənim düşüncəmcə o pıçıltı formasında salamlaşdı. Yəni mənim fikrimcə də deyə bilərik. We all stared at her. Bizim hər birimiz ona diqqətlə baxırdıq. Her coat was open and her clothes looked old. Onun gödəkçəsi açıq idi və paltarları köhnə görünürdü. Her shoes were spring shoes. Onun ayaqqabıları yaz ayaqqabıları idi. Our teacher Mr. Albert said, "Say good morning to our new student." Bizim müəllimimiz cənab Albert dedi. Sabahınız xeyir deyin yeni şagirdə. But most of us were silent. Amma əksəriyyətimiz sakit idik. Yəni heç bir şey demədik. The only empty seat was next to me. Yalnız boş oturacaq mənim yanımdakı idi. Our teacher asked Maya to sit there. Müəllim Maya'dan orada oturmasını istədi. And on that day, Maya turned to me and smiled. Həmin gün Maya mənə tərəf çevrildi və gülümsədi. But I didn't smile back. Amma mən gülümsəmədim. I moved my chair myself and my books a little farther away from her. Mən öz oturacağımı özümə tərəf çəkdim və kitablarımı ondan uzaqlaşdırdım. When she looked at me, I turned to the window and looked out at the snow. O mənə baxdığı zaman mən üzümü çevirir, pəncərəyə tərəf çevirir və qara baxırdım. And every day after that, when Maya came into the school, I looked away and didn't smile back. Və həmin gündən sonra Maya nə zaman məktəbə gəldi, mən həmin vaxtlar kənara baxır və ona gülümsəmirdim. My best friends that year were Kendra and Sophie. Həmin il mənim ən yaxın dostlarım Kendra və Sophie idi. At lunchtime we walked around the schoolyard. Nahar zamanı biz məktəb ətrafı gezirdik. Yəni həyətdə məktəbin ətrafını gəzirdik. We enjoyed whispering secret into each other's ears. Biz bir-birimizə sirlərimizi qulağımıza deməyi sevirdik. One day, while we walking in the schoolyard, Maya came over to us. Bir gün biz həyətdə gəzərkən Maya bizə tərəf gəldi. She held open her hand to show us a small red ball. O əlini açaraq bizə balaca qırmızı topu göstərdi. It was her birthday present. Bu onun ad günü hədiyyəsi idi. Maya played a game against herself because we didn't want to play with her. Maya özü tək oynayırdı çünki biz onunla oynamırdıq. That afternoon, when we got back into classroom, Maya whispered to me, "Guess who the new Jax champion of the world is?" Həmin gün artıq biz sinifə qayıtdıqda Maya yavaş səslə bildirdi. Təxmin et, yeni dünya Jax çempionu kimdir? Behind me, Andrew whispered, "Cole has got a new friend." Mənim arxamdakı Andrew yavaş səslə dedi, Cole'nin yeni dostu var. Cole has got a new friend. Cole'nin yeni bir dostu var. She's not my friend, I whispered back. Mən geri cavab olaraq o mənim dostum deyil dedim. The weeks passed, həftələr keçdi. Every day we whispered about Maya, laughed at her clothes and shoes and strange food she brought for lunch. Hər gün biz Maya haqqında danışır, onun paltarlarına, ayaqqabılarına və nahar üçün gətirdiyi qəribə yeməyə gülürdük. We said no when she wanted to play with us. O bizimlə oynamaq istədikdə biz etiraz edirdik. To be continued, yəni davam edəcək, arxası var bu mətnin. Birinci tapşırığa baxırıq. Read the story and put the pictures in the correct order. Hekayəni oxuyun və şəkilləri düzgün formada yerləşdirin. Bilirsiniz ki, uşaqlar, şəkillər hekayənin sıralamasını bildirir. Yəni, şəkillərə uyğun olaraq birinci hansı şəkildir, onu qeyd edəcək. İkinci hansı şəkildir. Burada A, B, C, D, E, F formasında verilib, amma biz onları rəqəm olaraq, yəni ardıcıl hekayə formasında düzəldəcəyik. İlk öncə biz baxırıq ki, hekayəmiz necə başlayırdı?
Birinci şəklimiz A variantına uyğun gəlir. Çünki məktəb rəhbərliyi Maya ilə içəri daxil olur və uşaqlara təqdim edir. Ona görə 1 yazırıq bura. Daha sonra müəllim Mayanın əyləşməsini, eyni zamanda uşaqların onunla salamlaşmasını istəyir. Olacaq I variantımız. Və daha sonra B variantımız gələcək. Çünki onun yanında əyləşən şagird onunla danışmır, pəncərədən çölə baxırdı. Daha sonraki şəklimiz uşaqlar C variantı olacaq. Çünki Maya əlindəki topla gəlir qızların yanına, amma qızlar onunla oynamaq istəmir. Və 5-ci şəklimiz də D variantı olacaq. Çünki o qızlar oynamaq istəmir və o da tək oynayır. Və son olaraq F şəklimiz gələcək, yəni 6. Beləliklə A-yə 1 qoyuruq, 2 E variantı, 3 B variantı, 4 C variantı, 5D variantı, F isə 6 variantına uyğun gəlir. Keçək bizim digər tapşırığımıza. Answer the questions, suallara cavablandırın. Sualların cavablarının sizə rahat olması üçün sağ tərəfdə qeyd etmişəm, amma sualların hər birini mətndən də cavablandıra bilərsiniz. What was the weather like on Maya's first day at school? Mayanın ilk məktəb günündə hava necə idi? It was snowy, yəni qarlı idi, bu qeyd olunmuşdur. 2-də, how did Maya feel on the first day? İlk gün Maya necə hiss edirdi? Təbii ki, she felt shy or alone yaza bilərsiniz. O özünü utancaq, eyni zamanda tək hiss edirdi. 3-də, what didn't the children like about Maya? Uşaqlar Maya haqqında nəyi bəyənmədilər? Her clothes were old and her shoes were spring shoes. Onun paltarları köhnə və ayaqqabıları yay ayaqqabıları idi. 4-cü suala baxırıq. Why did Maya show a small ball to the girls? Niyə görə Maya balaca topu qızlara göstərdi? She wanted to play with them. Çünki onlarla oynamaq istəyirdi. 5-ci sualımız isə what did Collie and her friends love doing? Collie və onun dostları nə etməyi sevirdi? They love whispering about Maya and laughing at her clothes. Onlar Maya haqqında danışıb onun paltarlarına gülməyi sevirdilər, yəni bunu edirdilər. Təbii ki, bu yanlış davranışdır, sadəcə hekayə olduğu üçün sualları bu formada cavablandırırıq. Son olaraq 3-cü tapşırığımıza baxırıq. Discuss the questions with a partner. Yoldaşınızla sualları müzakirə edin. Yəni bu sizin sərbəst verəcəyiniz cavablardır. Who do you think had a problem? Kimin problemi olduğunu düşünürsünüz? Maya or her new classmates var. Maya'nın yoxsa yeni sinif yoldaşlarının səbəbini deyirsiniz. Yəni, əgər sinif yoldaşlarının problemi olduğunu düşünürsünüzsə, səbəbini yazırsınız və yaxud da Maya'nın problemi olduğunu düşünürsünüzsə, Maya haqqında yazırsınız. Eyni zamanda ikinci suala baxırıq. What do you think is going to happen in the next part of the story? Hekayənin növbəti hissəsində nə olacağını düşünəcəksiniz. Yəni, necə təxmin edirsə, hekayə necə davam edəcək? Bu formada sualları cavablandıracaqsınız. Bunları qeyd etmədim, çünki hər kəsin şəxsi fikri olaraq qeyd olunmalıdır. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.